Salam uşaqlar. Bugün blok imtahanında ən çox düşən suallardan birinə baxacağıq. Klaviaturadan daxil ediləcək en natural ədədin bütün rəqəmlərinin tək olub-olmadığını müəyyən edən proqramı Python dilində yazın. Bunu belə yaza bilərik. N int input yazılır. Çünki klaviaturadan daxil edilmişdir və bir rəqəm bizə məlum deyil. Mən özüm üçün 75 rəqəmi daxil etdim. Siz istədiyiniz rəqəmi daxil edə bilərsiniz. Sonra təkdirmi true. Sizin ingilis dilindən bildiyinizə görə true doğrudur, düzdür deməkdir ki, Pythonda da bu belədir. Əgər ədədimiz təkdirsə, onda true olur və alt sətrə düşürük. While n böyükdür 0. Bu nə mənaya gəlir? Mənfi ədədlər tək və ya cüt ola bilmədiyinə görə biz şərt qoymalıyıq ki, ədədimiz mənfi olmamalıdır. Sonra 75 rəqəm daxil elədiyimə görə 75 0-dan böyükdür. Aşağı sətrə düşə bilərik. A n faiz 10. Bu nə deməkdir? 75 faiz 10 bərabərdir. Siz hamınız bilirsiniz ki, faiz qalıqlı bölmə deməkdir. Yəni rəqəmin qalığını çıxartmalıdır. Yəni 5. Bu bizim sonuncu rəqəmimiz olur. Rəqəmimizi tapdığımıza görə artıq tək və cüt olduğunu yoxlamalıyıq. A 5-dir. 5-i yenə qalıqlı bölmə eləyəcəyik. Və sizin də gördüyünüzə görə qalıq 1. Yəni bizim rəqəmimiz təkdir. Və təkdirmi true şərti ödənmiş olur. Sonra biz ikinci rəqəmi yoxlamaq üçün n//10-a baxırıq. Yəni 75 rəqəmi //10. 2 slash sizin də bildiyinizə görə rəqəmin tam hissəsini göstərir. Yəni burada cavab 7-dir. Bizim ikinci rəqəmimiz 7-dir. Bu dövrü 7 üçün təzədən istifadə edirik. 7 0-dan böyükdür. Bəli. Aşağı sətrə düşə bilərik. 7 qalıqlı 10-a böləndə qalıq 7-dir. Yəni A 7 olduğuna görə 7-ni təzədən qalıqlı bölmə 2 eləyəndə görürük ki, qalıq 1-dir. Yəni 7 ədədi də tək ədəddir, 5 ədədi kimi. Yəni bizim true şərtimiz ödənmiş olur və bu dövr break ilə sonlanır. If təkdirmiyə düşürük. Biz bayaq dedik ki, ədədimiz təkdir, yəni təkdirmi true olur. Yəni hamısı tək ədəddir. Sizinlə bir yerdə run eləyək və baxaq. Hamısı tək ədəddir.